Biz bu günlərim Zərdab rayonunun Salahlı kəndində gözəl ziyalı bir müəllimimizin evində qonağıq. Müəllim, xoş gördük. Təqdim edin özünüzü. Sağ olun, xoş gəlmişsiniz əvvəlcə. Quliyeva Raya Həzə qızı. Müəllim, neçə il fəaliyyətdə olmusunuz? 43 il. Neçə evladınız var? 4 evladım var. Sizin yolunuzu davam elətdirənlər var? Var. Böyük qızım Riyaziyyat İnformatika müəlliməsidir. Bakı şəhərində işləyir. Nəvəniz var müəllimə? Var, nəvəm var. Neçə nəvəniz var? 10 nəvəm var. Maşallah. Yolunuzu davam elətdirən var mı nəvələrinizdə? Nəvələrim yolumu davam elətdirən yoxdur, amma Tibb Universitetində, Hüquq fakültəsində, sosial Yoldaşınız kim olub mənim? Yoldaşım da təqaüdçüdür, o da peşə məktəbində müəllim işləyibdir, mexanikdir. Mən bu pedaqoji fəaliyyətinizdən biraz danışardınız bizə. Salahlı kəndində iftasinin müəllim işləmişəm. Yaxşı kollektivimiz olur, məktəb direktorlarımız olur. Uğurlu fəaliyyətlərin budur ki, gözəl şagirdlər yetişdirmişsiniz, gələcək müəllimi, həkimi yetişdirmişsiniz. Bu da sizin bir uğurunuzdur. Universitetdə, texnikumlarda, ondan sonra işləyən müəllimlər, şagirdlərim olubdur. Adlarını deyə bilərsiniz? Deyirəm. Elyanə, Elzamin, rayonda burada Namik Ateş var, Şəm şairdir. Sonra bir çoxları. Çox gözəl. Mən hal-hazırda bizi indi sizin şagirdlərinizə izləyəcəklər və bir 10 ildən, 5 ildən sonra da izləyəcəklər. Onlara nə kimi sözləriniz ola bilər? Onlara arzularım böyükdür və yeni münasibət ilə onları təbrik edirəm. Nailiyyətləri bol olsun. Biz də baxaq, sevinək. Şagirdlərimin yaxşı nailiyyətlərini görəndə sevinirəm. Çox gözəl. Gələcəkdə olan şagirdlərə nə tövsiyələrdə bilinərdiniz? Tövsiyələrim olsun, yaxşı olsunlar. Öz ayaqları üstündə dayanmağa bacarsınlar. Ondan sonra ali məktəblərə girsinlər. Kəndimizin adını, məktəbimizin adını uca eləsinlər. Biz də sizə təşəkkürümüzü bildiririk müəllimə. Çox sağ olun. Minnətdarımızı bildiririk ki, bizi qarşıladınız, bizimlə həmsöhbət oldunuz. Çox sağ olun. Biz də buradan bütün Azərbaycan xalqımızın bayramını təbrik edirik. Gözəl günlər nəsib olsun xalqımıza. Çox sağ olun müəllim. Sağ olun, siz də sağ olun. Çox şadam ki, gəlmişsiniz. Qiymətləndirirsiniz təqaüdlü olan müəllimləri. Çox sağ olun. Var olun.